Məşhur reper Elşad Xosi həbs edilib. Nekomment.az Qaynar.infoya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazimoğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub. Buna səbəb Elşad Xosinin Yasamal rayonu Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub. Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xosi ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, Elşad Xosi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.